Bu bizim əqidəmizdir, İslamın ideologiyası və fəxrlə deyirik. Çəkinmədən deyirik. Bu məqamda yaxşı olardı ki, qeyd etdiyimiz kimi İslam ideologiyasının, tövhid ideologiyasının nümunəvi şəxsiyyətləri olub tarix boyu. Xüsusilə Allahın elçiləri. Onlardan biri də Həzrəti İbrahimdir. Allah Teala Quran-ı Kərimdə Həzrəti İbrahimi tərif edir. Biri əziz İslam Peyğəmbəridir, onun haqqında deyilib, o bir gözəl nümunədir, üsvətul həsənədir. Peyğəmbərlərdən də biri ki, Allah onu tərif edib, nümunə kimi bizə göstərib, bir də Həzrəti İbrahimdir. Quran-ı Kərimdə Allah Teala buyurur, قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي İbrahim. Sizin üçün, təkcə İslam Peyğəmbərinin zamanında olan möminlərdir, xitab olunur, sizin üçün, yəni müsəlmanlar üçün, bizlər üçün Həzrəti İbrahimdə gözəl nümunə var, üsvədir, nümunədir. Əgər yol getmək istəyirsənsə, zəmiyyətdə çaşqınlıq içində qalmısansa, yolunu müəyyən eləmək istəyirsənsə, Həzrəti İbrahim Quran-ı Kərimdə gözəl bir nümunədir. İndi biz bu məsələni bildik, Həzrəti İbrahim biz üçün nümunədir. Gələk bu kişinin əməllərini araşdıraq. Biz gələk bu Allahın elçisinin həyat tərzini araşdıraq. Kimlərlə mübarizə aparırdı, hansı dəyərləri müdafiə edirdi, bunları biləndən sonra bəli bir müsəlman Həzrəti İbrahimi özünə örnək götürməlidir həyatında.